Hala. Bu yoncanı belə götürürsən. Alında bir çukurub belə eləyirsən. Sonra bunu sirkiyə batırırsan o belə. Astıra. İçində ot da var. Bu yoncanı belə götürürsən. Deyirlər artıq millət yonca yeməyə öyrənir. Onsuz da ət 30 manat oldu. 39 manat oldu. Hələ bəzi yerlərdə o qabırğalar zad ayrıca qoyub 40 manata satırlar. Artıq xalqımız yonca yeməyə öyrəndi. Bax. Bir nəfərə 500 manat uşaq pulu da versə, yenə insanlar O günləri Razi Nurlayevin bir videosu qabağıma çıxdı. Uşaqlar yığır ki, uşaq pulu verilməlidir, nə bilim nə. Hələ dedim oyun oynayır hə. Hələ Razi Nurlayev oyun oynayır hə. Razi Nurlayev kimi oğraş, şərəfsiz, namussuz adam yoxdur. Baxın, indi bu gün nə deyir. bir nəfərə 500 manat uşaq pulu da versə, yenə insanlar qalmayacaq. Çünki o 500 manata görə həyatını quracaq, ona bəs etməyəcək. Bir nəfərə 500 Gör nə deyir? Eyni ilə o biri deputatın dediyi sözü başqa cürə deyir. O biri deputat nə deyirdi? Günel Dığamalı deyirdi ki, yəni uşaq pulu alacaq cəmaat, atalar işləməyəcək. Hazır uşaq pulunu yiyəcək. Amma deməli, Razi də nə deyir? Hamısını verilən uşaq pulunun miqdarının üzərinə fokuslanacaqlar, onun üzərinə həyatını quracaqlar. Eyni kəlmə, eyni söz. Hə, buyur. Hə, buyur. Hə, neydi? Deyil, tez bazar bir cümlə ilə. Yaş. nəfərə 500 Eyni söz deyir ha. O da dedi uşaq pulun yiyəcək, kişilər iş istəməyəcək. Sanki bunlar ilə pul verəcək, uşağın birinə 1000 manat verəcək. Güya ki. Uşağın birinə gərək 500 manat, 1000 manat verəsiniz ki, ata işləmir, ana işləmir. Razi Nurlayev də eyni sözü dedi. Biraz başqa cürə. Nəysə, dəyərli həmvətən, Bakı dağılıb gedir, buna baxın. Bu bir neçə video göstərimdə, bir neçə video. Artıq biz nədir? Ölüm baş verir ha. Baxaq. Ой, бля, там отпад восторги. Ay, nə qədər videolar var ha. Buna bax ha, buna bax. Ona bak. Ölüm dirim savaşıdır. Ha bu o əvvəlki yağış deyil ha. Bu 15 dəqiqəlik yağış yağdı da dünən yox sırağa gün. Bax onun ölüm dirim savaşıdır. 15 dəqiqəlik yağışın. Adam girdi maşının altına. Görürsünüz mü dəyərli vətənlərim? Gəlin bir başqa videoya baxaq. Baxın. Yıkıldı ana baba. Getirər tutma. Resmen ölüm dirim savaşı gedir qardaş, resmen. Buna bax. Bir neçə videoya baxaq da. Böyle resmen ölüm dirim savaşı gedir. Bu sıradan bir gülməli hadisə deyil dostlar. Vallahi de bu, billahi de bu gülmə. Bakalım, ben pencere evimin içinden çektim. Ayətən oradalık var. Ha, Luka girdi öyle. Ay kardeş orada Luk var ya, Luka girmişsin. Allah hakkı kaval Luka girip. Ha sen bilmirdin ki buna başı gibi. Burada rol 7 var. Diziye çıkarttılar. Bak ay cemaat.
Bakın suyun içinde, sel içinde yaşayırıq. Bakın. Boy. Gör ne güne kalmışıq. Allah aman sana Allah. Gör neçə hələ əlimə düşən bir neçə video göstərirəm sizə. Bir neçə video. Buna bax. Boy. Güncüzü arana bak heç. Sumqayıt bazarı. Boy. Gəlin daha kasıb dolan da. Bazara bax, bazara. Sumqayıt Cəmaatın malı məhv oldu ya. şəhər yarmarkası. Güncüsündə gör nə vəziyyətdədir. Dərd orasıdır ki, bu su 1 ay, 2 ay qalır orada. 1-2 ay qalır. Ücə su da qutarmayacaq. O qutarmamış bir də yağacaq. Qutarmamış bir də yağacaq. Siz də məni bəyənməyə qorxursunuz. Hələ 2 dəfə tıqqıldat bəyən də. Bir nəfər, bax, gördünüz mü? Bu boyda yağış oldu da, fırtına oldu. 5-cə nəfər hansı Avropadakıların efirinə qoşulub. Hə, öz-özünə danışır video çək, İlhamın qozuna da deyir. Amma sən Qabilin efirinə qoşulub danışırsansa, İlham Əliyev dəli olur. Bircə nəfər qoşulub efirimizə, ya mən olmayım, Tural Sadıqlı olsun, qənimət olsun, efirə qoşulub haykırdı mı? Narazılığını bildirdi mi? Bax, ölür narazılığını bildirmir, buna bax. Güncüzü arana bak heç. Hələ gör, buna bax. Boy. Allah, buna bax, buna. Adam İndi sən uşaq göndərsən məktəbə, yazdı da, 15 dəqiqə yağış yağsa uşağı su aparacaq. Maşın atası da soxacaq ki, uşaq harada qaldı, salamatdır mı? Dəhşət deyib, Bakını tərk edir, cəmaat. Malına qarasına. Ay şükür. Eşdürkən. Aydan. Canım ay kəndi. Bildim də, bax, çox yağıb yağış, bildik hə. Tutaq ki, Qabil səhv deyir, qələt edir, yağış çox yağıb. Çox yağıbsa, keçən dəfə yağan yağış 50 günə su təmizlənmədi. Nətər yağış yağır ki, bu yolları bir ay su qalır yolda, getmir heç ara. Bax, xəstəlik yaradır, kanalizasiya sular daxı bunların çoxsu. Canım ay elim, obam, yurdum. Görürsünüz dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Yəni, dəhşətdir, dəhşət söz nəsil mənasında. Dur. Bahçesi. Evakuator çəkə bilmir, çeşqadan çəkə bilmir evakuator. Fikir verirsinizmi? Tüstülüyür. Evakuator özü tüstülüyür. Yəni, nə deməkdir bu? Bu maşınlara dəyən zərər, bu insanlara dəyən zərər, bu evlərə dəyən zərər, cəmaatın mebellərin, bunu kim ödəyəcək? Hələ zərəri qoyun qırağa, cəhənnəm olsun zərər. Bu insanlar sağlamlığını itirir axı, hamı dəhşətli dərəcədə xəstələnəcək axı. Bakını qəsdindən boşaldıraq İlham Əliyev. Tüstülədi qaqa. Abi tüstülədi, motor vurmasın ha. Ha, tüstülədi. Her şey suyun altındadır oğlum. Arkada nəsə tüstülüyor bura. Nəsə, evakuatorda tüstülüyür, dəyərli həmvətənlərim, dəhşətdir. Sözün əsl mənasında faciə yaşanır Bakıda. Faciədir. Türklərcə, turistlərdir, baxa. Sözün əsl mənasında dəhşətdir, elə deyilmi? Sözünə, dağılıb, dağılıb Bakı, dağılıb, yoxdur Bakı. Baxın, İlham Əliyevin dədə bala 57 illik hökumətin bizə qoyduğu Bakıya baxın. Baxın Bakıya. Baxın.
Baxın Bakıya. Baxın. Universitetinə gedən yoldur. Hara gedən yoldur? Bakı Mühəndislik Universitetinə gedən yoldur. Bərbad vəziyyətdədir. Yəni, iyidən də durmaq olmur. Burada gətir təkər qoyublar təhlükəsizlik üçün ki, maşınlar düşməsin. Baxın Bakıya. 57 illik hakimiyyətim. Ilə bağlı. İndi hələ sizin xəbəriniz varmı? Yolu su dağıdır. İndi o Bakıda, Bakıda indi gör üst-üstə yolları üst-üstə gəlsək, gör neçə milyardlıq yollardır ha bu. İndi pis də olsa başa düşdük də, amma yoldur da, neçə milyardlıq infrastruktura zərbə dəyəcək. Görün indi o yolları su tamam dağıdacaq asfaltı. Görün indi o asfaltı İlham Əliyev bu get-a-getdə təmir eləyəcəkmi? Deyələmən, düzəldəcəkmi İlham Əliyev? Təmir eləyəcəkmi? Dəhşətdir, sözün əsl mənasında. Buna bax, qalıblar, öləcəklər, bir gün belə hamısı öləcək, budur baxın, bir gün belə hamısı öləcək, bax hansız o maşınlar yerin altda daxı, binaların altda maşın qarajları daxı. Bir gün su dolub hamınız öləcəksiniz, bax elə, bax, budur, bax, beləcə, bax. Qalmışıq 28 molun içində, heç kim bizə köməklik də eləmir. Qalmışıq burada, səsimizi də çıxardırıq, gəlib deyirlər ki, niyə maşınları siqnallayırsınız? Qalmışıq, hər tərəfdə su basıb, hər tərəfdə partlayıb. Baxın, arxamız bir partlayıb orada, indi çəkə bilmirəm. Hər tərəf partlayıb, biz də qalmışıq burada. Heç kim də bizə köməklik eləmir. Biz hara müraciət eləyək, neyniyək? İndi dəyərli vətənlərim, dəyərli soydaşlar. İndi burada da kasıb varlı təbəqə. Düzdür, burada varlılar da, biraz imkanlılar da var, bilirəm, başa düşürəm. Amma bax, su dolur get-gedə. Qarajda maşın saxlama stayankasıdır. Dolur binanın altında, molun altında. İndi bax, get-gedə də bunlar, indi biraz da artıq 15 dəqiqə yağmasa, elə yağış 2 saat yağsa, bunlar hamısı boğulacaqlar. Artıq ağıllı insanlar Bakını tərk eləyirlər. Dəyərli vətənlərim. Buna bax. Kardeş Binəqədi tərəfə gəlməyin. Deyib bir yatdı qaldı orada. 15 dəqiqə yağış yağdı. 11. Bu gör bu Binəqədin əsas yolu nə günə qaldı ki? 15 dəqiqə yağdı. Bəs 2 dəfə qazdılar, kanalizasiya düzəltdilər. Gəlməyin bura, biabırçılıq. Həqiqətən gəlməyin. Maşın yarıya qədər su içsin. Kardeş Binəqədi tərəfə gəlməyin. Deyib biri yatdı qaldı orada. 15 dəqiqə yağış yağdı. Bu nəyin səlamət? Bu qardaşlar, bu elə belə bir şeydir. Bu nəyin səlamətidir? Bu nəyinsə əlamətidir. Qardaşlar, bu elə belə bir şey deyil. Elə belə bir şey deyil. İndi gəlin sizə bir dənə misal, elə bir Adil şəkili, xətrini çox istəyirəm bu Adilin. Amerikadan blogerlik eləyir. Gəlin bir dənə bunun araşdırmasına baxaq. Niyə görə xaqocanlar, maqocanlar cır-cındırlar? Niyə görə kartını qoyub, xəstə axtarırlar və xəstələrin kartını qoyurlar, daha doğrusu öz kartlarını qoyurlar və xəstələri müalicə elətdirirlər? Niyə görə? Baxın ha. Baxın ha. Niyə görə xaqocanlar, maqocanlar xəstə adamlar tapırlar ölkədə və öz kartını qoyurlar efirə, hamıdan kömək istəyirlər, o kömək eləyirlər, məsələn, tutaq ki, deyək ki, 10.000 manat, o 10.000 manatın, 10.000 manatın duru yerindən 5.000-ini qoyur cibinə, 5.000-ni də kimisə əməliyyat elətdirirlər. Onun da 1000 manatını qoyur cibinə, 20-30%-ni. Hələ 1000-1500 manatını. Gəlin baxaq. Adil bəyin bu araşdırmasına görə Adil bəyə təşəkkür eləyirəm. Gəlin baxaq. Mənim son videomdur dostlar. Deməli bu mənim son videomdur. Murad Sadə, Xaqocan, Namiq Qazi, Rəşad Şəhidin qardaşı, Xeyirxalq Ford. Bunların hamısı baxın nə işlərlə məşğul olurlar. Mən sizə göstərim. Dünənlərim 3 gündür mən yazışırdım. Axır ki yazışdım və sonunda Memorial Hospital'la danışdım. İndi siz də qulaq asın. Tamam. Bəli, anladım sizi. Amma siz bizlə anlaşma yapmalısınız. Yəni aracısınızsa bununla bağlı Memorial'la bir anlaşma yapmalısınız. Ondan sonra anlaşmaya göre siz xəstə gələndən sonra sizə komisyon ödənə bilər. Komisyon.
ayrı xəstələriniz varmı? Ya tək bu xəstəniz var sizin? Olacaqmı xəstələriniz? Mən sual verirəm, bəs nə qədər faiz alacağım? Yox, həmən gün elə bir şey yoxdur. Siz bank hesabınızı göstərməlisiniz. O xəstə gələndən sonra, o prosedur bitəndən sonra, fatura kəsiləndən sonra o məbləğ ayrı bir günlərimiz var. O günlərdə sizə hesabınıza keçiriləcək. Bizdə nə əldən vermə, pul, elə bir haqq hesabımız yoxdur bizim. Hesabdan hesaba keçəcək. 20%. Mən deyəm, məxfi qalacaq. Aracıyla olan zaten müqaviləmiz bu ayrı bir yerdə yayılmır. Yəni məlumat verilmir heç bir tərəfə. Yəni hastanı diyorsunuzsa, deyirsinizsə xəstəyə bu məlumat verilmir, yasaqdır. Mən Memorial Hospital'ın işçisi ilə danışdım. Değerli vətənlərim, değerli soydaşlarım, değerli soydaşlar, değerli həmvətənlər, değerli canlar. Memorial Hospital'dan deyir, xəstəyə də deyir məlumat vermirik. Xəstə gətirən adam, sən bu hospitala xəstə gətirmisənsə, sənə ən azı 20%, xəstə ödəniş eləyən kimi 20% sənin kartına oturur. İndi baxın, bu xaqocanlar, maqocanlar, cır-cındırlar var ha, hansı ki o bir qazi də var Cəllabadda, nə bilim, bu oğraşlar. 2 tərəfli, 3 tərəfli pul qazanırlar. Deməli, düşürlər, hərəsi də bir kanalı var, biraz da abunələri var. Düşürlər xəstələrin götünə. Xəstələrin götünə. Bütün xəstələrin kartını yox, öz kartını qoyur, Bu xəstəni müalicə elətdirəcəm, əməliyyat elətdirəcəm deyərək geri zəkalılardan pul yığır. Və o pul bunun kartına oturur, o kartdan avtomatik duru yerindən 5.000'i, məsələn 10.000 yığılıbsa 5.000'i qoyur cibinə. 5.000 əməliyyatın qiymətidirsə, aparır verir onu Memorial Hospitala və yaxud başqa hospitala. Memorial Hospital o pulu, xəstənin pulu gəldi, köçürülən kimi avtomatik bunun kartına tərtəmiz 20-30% pul oturur bunun kartına. Harca 1000-1500 manat da oturur bunun kartına. Baxın, bir xəstədə 10.000 yığıldısa, 6.500 bu adam qazanır, 6.500 bu adam qazanır. Ən pis halda, ən yaxşı halda. Dəyərli həmvətənlər, fikir verdinizmi? Və bu pulu nə qədər araçı adamlar var, ara buluculara, nə qədər pul veriləcəksə, nə qədər o pul ödədir, nə qədər veriləcəksə, xəstəyə bildirilmir o. Ara buluculara verilən pul xəstəyə bildirilmir. Məsələn, xəstə də deyir ki, məni nə yaxşı gətirdi bura. Bax, Adil bəy, bloger, xəstəxana nə əlaqə saxlayıb ki, Allah'da də olar ki, mən xəstə gətirəcəm davamlı, mənim faizim nə olacaq? Danışıb, bütün sirri ortaya çıxartdı. İndi bildinizmi o oğraşlar niyə görə? Niyə görə düşüb xəstə axtarırlar, kart qoyurlar. İndi bildinizmi 2 tərəfli pul yiyirlər. İndi bildinizmi çörək tapıram, otağın ortasında otuzduran qazi anasını otuzdurup ağlayır da. İndi İlhamla irəli deyir. Bir xəstəyə görə 6500 adam, bir xəstəyə görə pul yiyirsə ən aşağısı. Belə eləməlidir da. İlhamla irəli deməlidir da. Acından ölən İlham Əliyevlə irəli demir. Kim yaxşı yaşayırsa, kim bu əyri yollarla yaşamağın tempini, yolunu tutubsa, hamısı İlhamla irəli deyir. Ama kim acından ölürsə, İlhamla irəli demir. İlhamla irəli, soxum irəli, çəkbəri deyir. Bunu başa düşmək üçün Frunze Akademiyasını kurtarmaq lazım deyil ki. Bu neydi ona? Görürsən abi Abil Bey. Ailesi kamazları saxlayıblar burada tədbirdir. Məhəmməd Əmin və Socalı gəlmişik ziyarətə. Bir fikir ver. Pok maşını ne oldu? Götürüp sokullar buraya. Sivil taşıyan maşınlar. Böyle bak. Evakuatör. Ne oldu? Polis doludur. Andolsun Allah. Bunlar neredesin? Belə var yok. Bunlar görürsünüz değerli baba. Kamazlara gelir. Abil
Görürsən, qabil deyil. Qardaşın tamazları zaten saxlayıb buraya. Dəyənəmətən pox maşınlarını, kamazları saxlayıblar. Qavnavozları saxlayıblar. Məmməd Əmin Rəsulzadənin gedəndə belə cəbhəçilər gedəndə üstünə sürsünlər, bölüşdürsünlər onları. Fikir verirsin, aşağılasınlar. Bu gün bizim bayramımızdır. Müstəqillik günüdür. Müstəqillik günümüz 28 may 1918-ci ildə Məmməd Əmin Rəsulzadə bizim ulu öndərimiz tərəfindən ölkəmiz bərqərar olubdur. Müstəqilliyimiz Britaniyanın, Fransanın dəstəyi ilə Cənubi Qafqazda biz Ermənistan və Gürcüstan müstəqil dövlət olubdur. Görülən vətənlərim, bəziləri bu günü İl Heydər Əliyevlə əlaqələndirirlər. Yaxından uzaqdan əlaqəsi yoxdur bu pedofil Heydər Əliyevdən. Yaxından uzaqdan əlaqəsi yoxdur. Bu bizim bayramımızdır. Bu bayram olanda heç Heydər Əliyevin Şamiyan öz bacısını şaqqıldatmamışdı. Şamiyanın bacısı hamilə qalıb Heydəri doğmamışdı. Dəyərli vətənlər. Heydər Əliyev 21-ci ildə doğulubdu. 41-45-ə getməmək üçün 23 yazdırıbdı. Yəni, yaşını balaca göstərdə, müharibə tez qutarar. Sonra müharibə qutarmayanda, uzananda sümük vərəmi yazdırıbdı. Bunu da hamısını ermənilər eləyib elətdirib. Şamiyan dəstəsi. Dəyərli vətənlərim, canlarım, ciyərlərim. Hey gözəl insanlar, Allah sizi, qabil sevənləri bərxudar və bəxtiyar eyləsin. Dəyərli vətənlərim, dəyərli soydaşlar. O gözəl günlərə az qaldı. Azərbaycanda, Əliyevlərsiz Azərbaycanda gözəl bayramlarımızı keçirəcəyimiz o gözəl günə az qaldı. Ey mənim gözəl xalqım. Yayımı beğenin, paylaşın, auditoriyamız geniş olsun. Geniş olsun. Sağ olun, salamat qalın. Akşam yayımına izləməyi bizi unutmayın. Akşam yayımımız da gözəl olacaq, gözəl. Həm də çox gözəl. Sağ olun, salamat qalın. Baxın ha, müharibə başlayıbdır. İran, Amerika qırğındır. Baxın, İran da Qafqazı Əliyevi hədələdi. Rusiya da Əliyevi hədələdi. Düzdür, Paşinyanı da hədələdilər. Amma girən Paşinyana girməyəcək. Girən İlhama girəcək. Bunu biləsiniz. Neysə, çox sağ olun, var olun. Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Sağ olun.